Salam, hər vaxtınız xeyir olsun. Biz bugün artıq coğrafiyanın yeni bir bölməsi olan əhali coğrafiyasına keçid edəcəyik. Deməli, biz əhalinin ilk öncə məskunlaşmasından danışsaq, biz bilirik ki, ən qədim insanlar, yəni qəbilə formasında yaşayan zaman əsasən mağaralarda yaşayırdılar. Və daha sonra insanlar təbii ki, daha rahat yerə, daha düzən ərazilərə, çay qıraqlarına, dəniz sahili ərazilərə köç etməyə və daha rahat yerlərdə yaşamağa başlayırdılar. Biz bugün sizinlə burada mənimsəmənin ilk öncə tipləri haqqında tanış ola bilərik. Demək, mənimsəmənin yadda saxlayaq ki, iki tipi mövcuddur. Biri var ekstensiv mənimsəmə, biri də var intensiv mənimsəmə. Yadda saxlayaq ki, ekstensiv mənimsəmə keyfiyyətcə mənimsəmə, yəni yeni ərazilərin mənimsənilməsi yolu ilə daha çox təbii sərvətlərin əldə edilməsi, yeni ərazilərə köç edilməsi və təbiətdən qeyri-səmərəli şəkildə istifadə etmək, yəni təbii sərvətləri tam mənimsəməmək, əsasən daha rahat ərazilərə köç etmək. Baxın, bunlar ekstensiv mənimsəmədir. İntensiv mənimsəmə isə keyfiyyətcə mənimsəmədir. Yəni ərazidən səmərəli istifadə və tullantısız istehsal nəzərdə tutulur. Biz bunlara daha ətraflı diqqət yetirsək, yadda saxlayaq ki, ekstensiv mənimsəmə əsasən artıq öz ömrünü başa vurmaq üzrədir. Çünki ekstensiv mənimsəmədə insanlar əsasən yeni ərazilər mənimsəyirlər, daha çox təbii sərvətlər hasil edirlər. Lakin bu təbii sərvətlərdən yadda saxlayaq ki, dərininə yox, eninə hasilatını aparırlar. Yəni ki, təbii sərvətlərdən kompleks şəkildə, tam şəkildə istifadə edilmir, sadəcə olaraq eninə. Yəni ki, əsas daha rahat hardan təbii sərvəti əldə etmək olar. Həmin ərazilərdə təbii sərvətlər çıxarılır, lakin nisbətən daha çətin ərazilərdə yerləşən təbii sərvətlərdən isə istifadə edilmir. Yəni bu ekstensiv mənimsəmədir. Yəni təbii sərvətlərdən kompleks şəkildə istifadə edilməməsidir, belə deyək. Biz bildiyimiz kimi ekstensiv mənimsəmə daha çox, burada hərf səhv gedib, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Yəni bu ölkələr daha çox ekstensiv mənimsəmədən istifadə edirlər, yəni təbii sərvətləri daha çox eninə istismar edirlər. Bir də ki, yadda saxlayaq ki, sahəsi böyük olan inkişaf etmiş ölkələr, həmçinin Rusiya, Braziliya və bəzi inkişaf etmiş ölkələrdən Kanada, Avstraliya kimi təbii sərvətləri zəngin olan ölkələr deməli, əsasən ekstensiv mənimsəmədən istifadə edir. Yəni bu ölkələrin təbii sərvətləri çox olduğu üçün bunlar dərininə yox, hələ ki, eninə mənimsəmədən istifadə edirlər. Amma biz intensiv mənimsəməyə diqqət yetirsək, burada ərazidən səmərəli istifadə edilməsi, həmçinin təbii sərvətlərin, təbii ehtiyatların sonuna qədər çıxarılması, yəni belə deyək də, xüsusən bu inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bildiyimiz kimi bu ölkələrdə təbii sərvətlər daha azdır, daha aşağıdır. Yəni belə deyək, təbii sərvətlərin miqdarı azdır. Ona görə də bu ölkələr yüksək texnologiyalardan istifadə edərək təbii sərvətləri ən dərin nöqtələrdən də çıxardıb onları istismar edirlər. Yəni eninə yox, yadda saxlayaq, dərininə mənimsəmə deməli intensiv mənimsəmənin əsas xüsusiyyətidir. Həmçinin yadda saxlayaq ki, intensiv mənimsəmədə xam malın tam emalı və tullantısız istehsal. Yəni ki, ya tullantısız istehsal və yaxud da tullantıların səmərəli şəkildə istifadə edilməsi, onların yenidən istehsala cəlb edilməsi və o tullantılardan yeni bir məhsulların istehsal edilməsi, yəni yadda saxlayaq ki, bu intensiv mənimsəməyə aiddir. Az tullantılı texnologiyalardan istifadə etmək və qeyd etdiyimiz bu intensiv mənimsəmə daha çox inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Və yadda saxlayaq ki, ekstensiv mənimsəmə əsasən inkişaf etməkdə olan ölkələr üçün, lakin sahəsi böyük olan, təbii sərvətləri çox olan Kanada, ABŞ kimi ölkələr əlbəttə ki, istisnadır. Daha doğrusu üzr istəyirəm, Kanada və Avstraliya kimi ölkələr istisnadır. Bunlar inkişaf etmiş ölkələr olsa da, bunlarda ekstensiv mənimsəmə də mövcuddur. Lakin digər inkişaf etmiş ölkələrdə əsasən intensiv mənimsəmədir. Təbii sərvətləri sonuna qədər çıxarırlar, istismar edirlər. Həmçinin xam maldan səmərəli istifadə edirlər. Tullantılar yenidən istehsala cəlb olunur və az belə deyək, tutumlu texnologiyalardan istifadə edirlər. Yəni daha doğrusu az tullantılı texnologiyalardan istifadə edirlər ki, bu da ölkənin iqtisadiyyatına müsbət təsir edən əsas amillərdir. Bildiyimiz kimi dünyada yəni kəşf edilməyən və yaxud da təsərrüfat dövriyyəsinə cəlb edilməyən demək olar ki, ərazilər yoxdur.
Lakin insanların yaşaması üçün, həmin ərazilərin təbii sərvətlərini mənimsəmək üçün daha çətin ərazilər var ki, bu cür ərazilərə biz deyirik ekstremal ərazilər. Yadda saxlayaq, baxın bir daha deyirəm. Bəzi ərazilər vardır ki, orada insanların yaşaması, həmin ərazilərə uyğunlaşması, həmin ərazilərdə təsərrüfat işlərini aparması və yaxud da həmin ərazilərin təbii sərvətlərini mənimsəməsi biraz çətin olur ki, bu ərazilərə biz deyəcəyik ekstremal ərazilər. Məsələn, biz ekstremal ərazilərə hansı əraziləri aid edə bilərik? Qütb ətrafı ərazilər. Tutaq ki, Kanadanın şimalı, bax yadda saxlayaq, ABŞ-ın Alyaska ştatı, yəni bu şimal hissələri, Rusiyanın şimal qütb ətrafı əraziləri, İsveç, Norveç, Finlandiyanın şimalı, İslandiya adası. Bax, bu adın qeyd etdiyimiz ərazilər soyuq ərazilər olduğu üçün bu ərazilərdə məskunlaşma nisbətən çətindir. Ona görə bu qeyd etdiyimiz ərazilərdə əhalinin sıxlığı nisbətən daha aşağıdır. İkinci biz deyə bilərik yüksək dağlıq əraziləri. Məsələn, Kordilyer dağları, məsələn, Ant dağlarının yüksək dağlıq əraziləri, məsələn, Himalay dağları, Hindukuş dağları, Pamir dağları, Tian Shan kimi yüksək dağlıq ərazilərdə insanların məskunlaşması çətindir. Çünki orada həm hava şəraiti soyuq olur, həm belə deyək, relyef daha meyillidir deyə hər hansı bir infrastrukturu qurmaq çətin olur və s. Yəni, burada insanların məskunlaşması, təsərrüfat sistemini qurması çətindir. Bununla yanaşı biz səhraları göstərə bilərik. Məsələn, böyük səhra burada biz məsələn, xüsusən Əlcəzair, Liviya, Misir kimi ölkələri, Mavritaniya, həmçinin biz Ərəbistan yarımadasında yerləşən ölkələri, Mərkəzi Asiyanın bəzi əraziləri nümunə göstərə bilərik ki, bilirik ki, bu ərazilər səhralıq, quru ərazilər olduğu üçün, həmçinin Avstraliyanın mərkəzi hissələri. Burada da məskunlaşmaq çətindir. Ona görə, məsələn, biz Avstraliyaya baxsaq, fikir verərik ki, Avstraliyanın mərkəzi hissələrində, səhralıq ərazilərdə əhalinin sıxlığı çox azdır. Və yaxud da digər səhralıq ərazilərə baxsaq, yəni ölkələrin səhra olan hissələrində əhalinin məskunlaşması daha aşağıdır, daha zəifdir. Ona görə də, niyə görə bu belədir? Çünki yağıntıların miqdarı azdır, havanın temperaturu çoxdur, rütubətləmə əmsalı aşağıdır. Bu da insanların təsərrüfat işlərini aparmağa, həmçinin yaşamağına nisbətən çətinliklər törədir. Daha sonra biz nümunə göstərə bilərik keçirilməz cəngəllikləri, bataqlıqları, ekvatoral meşələri, xüsusən biz bu Braziliyada Amazon meşələrini, həmçinin Kongo hövzəsini. Baxın, bu ərazilər biz bilirik ki, yağıntıların miqdarı həddən artıq çoxdur. Ona görə də bu ərazilərdə əsasən cəngəlliklər formalaşır və burada insanların məskunlaşması əlbəttə ki, çətinləşir. Bir də ki, dünya okeanının təbii sərvətlərini də təbii ki, mənimsəmək daha çətindir. Bu adın qeyd etdiyimiz ərazilər insanların mənimsəmək üçün ekstremal ərazilər hesab ediləcəkdir. İndi isə sizinlə əhalinin deməli artımına biz diqqət yetirək. Yadda saxlayaq ki, əhalinin artımı iki formada ola bilər. Bir var. Üzr istəyirəm, bir dəqiqə. Yadda saxlayaq ki, əhalinin təbii ümumiyyətlə artımı iki formada ola bilər. Biri var təbii artım, bir də var mexaniki. Yəni ki, miqrasiya hesabına artım. Ümumiyyətlə, dünyada yadda saxlayaq ki, il ərzində 85-90 milyon əhali artır il ərzində. Və bu da ümumiyyətlə dünyada hal-hazırda 8 milyarddan çox əhali var. Hər 11-12 ilə təqribən 1 milyarda yaxın əhali artır və il ərzində 85-90 milyon nəfər əhalinin artımının biz belə deyək, artım olduğunu hiss edə bilərik. Demək, gəlin biz ilk öncə baxaq görək təbii artım nədir? Yadda saxlayaq ki, təbii artım hər 1000 nəfərə görə doğulan və ölən insanlar arasında fərqdir. Məsələn, deyək tutaq ki, ölkədə 20 nəfər hər 1000 nəfərə görə doğuldu, 10 nəfər öldü. Gördüyümüz kimi təbii artım neçə nəfər oldu hər 1000 nəfərə görə? 10 nəfər. Yəni yadda saxlayaq ki, təbii artım ölkədə doğulanlar və ölənlər arasında fərqə biz deyəcəyik təbii artım. Mexaniki artım, yəni və yaxud da biz buna miqrasiya artımı deyirik, kənardan gələn insanların hesabına əhalinin artmasıdır. Yadda saxlayaq ki, inkişaf etməkdə olan ölkələrdə əsasən
mexaniki artım üstündür. Çünki bu ölkələrdə iş yerləri çoxdur, lakin əhalinin təbii artımı aşağıdır, doğum sayı azdır deyə, yenə də işçi qüvvəsi çatışmır deyə kənardan gələnlər hesabına ölkədə əhali artır deyə biz buna mexaniki artım deyirik. Lakin xüsusən inkişaf etməkdə olan ölkələrdə isə əlbəttə ki, təbii artım hesabına əhali daha çox artacaqdır. Biz əhalinin təbii artımının tiplərinə diqqət yetirsək, əhalinin yadda saxlayaq ki, təbii artımının iki tipi var. Biri var birinci tip, yəni müasir tip. Bu əsasən yadda saxlayaq ki, inkişaf etmiş ölkələr, xüsusən Qərbi Avropa, inkişaf etmiş ölkələr olmasa da, həmçinin Şərqi Avropa, həmçinin Şimali Amerika regionu, yəni söhbət ABŞ və Kanadadan gedir. Həmçinin Avstraliya və Yeni Zelandiya, həmçinin Çin, Azərbaycan, Qazaxıstan, Ermənistan kimi ölkələr inkişaf etməkdə olan ölkələr olsa da, bu ölkələrdə də əhalinin təbii artımının birinci tipi müşahidə olunur. Yadda saxlayaq ki, əhalinin təbii artımının birinci tipində doğum aşağı, ölüm aşağı, təbii artımda aşağı olur. Bir daha qeyd edirəm, əsasən inkişaf etmiş ölkələr üçün, həmçinin Şərqi Avropa ölkələri, həmçinin Çin, Azərbaycan, Qazaxıstan kimi ölkələrdə əhalinin təbii artımı birinci tipidir. Bir də ki, inkişaf etmiş ölkələrdən isə Cənubi Afrika Respublikasında təbii artımın ikinci tipi özünü göstərir. Və yadda saxlayaq ki, əhalinin təbii artımın birinci tipində doğum və ölüm arasındakı fərq, yəni ki, təbii artım 12 nəfərə qədər olur. Yəni, belə deyək, təbii artım əgər 12 nəfərdən azdırsa, biz buna deyəcəyik birinci tip, yəni müasir tip. İkinci tipdə isə doğum yüksək, ölüm aşağı, təbii artım isə yüksək olur. Xüsusən inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Düzdür, bu hamısına aid deyil, lakin əsasən Latın Amerikası ölkələrinin əksəriyyəti, Latın Amerikası ölkələrinin əksəriyyəti, Afrika ölkələri, Asiya ölkələrinin əksəriyyətində yadda saxlayaq ki, əhalinin təbii artımının ikinci tipi mövcuddur. Yəni, bu ölkələrdə təbii artım yüksəkdir. Deməli, gördüyümüz kimi bu ölkələrdə qeyd etdik ki, əhalinin təbii artımı, yəni Latın Amerikası ölkələrində, Afrikada, həmçinin Asiya ölkələrinin əksəriyyətində təbii artım yüksəkdir. Əhalinin təbii artımının ikinci tipidir. Yəni ki, 12 nəfərdən çox artım burada özünü göstərir hər 1000 nəfərə görə. Əgər yadda saxlayaq ki, əhalinin sayı sürətlə artarsa, yəni həddən artıq yüksək səviyyədə artarsa, biz buna deyəcəyik demografik partlayış. Yadda saxlayaq ki, bu ən geridə qalmış, ən kasıb ölkələrdə, məsələn, Niger, Somali, bu kimi ölkələr üçün, həmçinin Yəmən, Bangladeş və bu kimi ölkələrdə demografik partlayış özünü göstərir. Yəni, bu ölkələrdə doğumun sayı həddən artıq çoxdur. Tibbin də müəyyən qədər inkişaf etməsi nəticəsində ölümün sayı azdır deyə, burada təbii artım yüksək olur. Hətta bəzilərində 20, 25, 30 nəfərə qədər belə deyək də təbii artım ola bilər hər 1000 nəfərə görə. Biz buna deyirik demografik partlayış. Bəs əhalinin sayının çox artması nəyə səbəb olar? Hansı problemlərə səbəb olar? Baxın, ekoloji gərginlik, yəni təbii mühitdən olan təzyiqin artması və meşələrin məhv edilməsi, işsizlik, yəni əmək resurslarının çoxluğu və iş yerlərinin çatışmazlığı, həmçinin ərzaq problemi, əhalinin qida ehtiyatları ilə təminatının çətinləşməsi. Bax, bu 3 dənə qeyd etdiyimiz ən əsas problemlərdir. Amma bununla yanaşı, əlbəttə ki, başqa problemlər də yarana bilər. Burada təhsil müəssisələrində, yəni təhsil müəssisələrinin çatışmamazlığı, müəllimlərin çatışmamazlığı, tibb xidmətinin keyfiyyətinin aşağı düşməsi, xəstəliklərin artması, məşğulluq problemi, aclıq problemi, içməli su problemi, yoxsulluq problemi, adam başına düşən ümumdaxili məhsulun miqdarının azalması nəticəsində həyat səviyyəsinin, həyat keyfiyyətinin aşağı düşməsi, bax, bu kimi hallar müşahidə oluna bilər demografik partlayışın olduğu ərazilərdə. Bəs əhalinin sayının az olması hansı problemlər yarada bilər? Burada, məsələn, hansı ki ölkələrdə əhalinin sayı az artır və yaxud da azalmağa doğru gedir, yəni təbii artım mənfidirsə, biz buna deyirik demografik böhran.
Demografik böhranın baş verdiyi ölkələrdə əhalinin sayı azalmağa doğru gedir. Gələcəkdə əmək ehtiyatları, işçi qüvvələri çatışmaya bilər. Yəni təqaüdçülərin payının, əhalinin payında, ümumi payında miqdarı arta bilər ki, bu da pensiya yaşının artmasına, həmçinin dövlət büdcəsindən yaşlılara ayrılan xərclərin artmasına gətirib çıxara bilər. Ona görə də dövlət məcbur olacaq ki, mexaniki artım hesabına ölkənin əhalisinin sayını artırsın. Yəni bu ölkələr immiqrasiya mərkəzlərinə çevrilər, miqrasiya mərkəzlərinə çevrilər. Yəni digər ölkələrdən işçi qüvvələri qəbul etmək məcburiyyətində qala bilərlər. Bu da bəzi hallarda yerli əhali arasında narazılığa səbəb ola bilir. Bəs gəlin görək əhalinin artımının hansı, belə deyək, əhalinin təbii artımının hansı keçid mərhələləri var? Yadda saxlayaq ki, əhalinin artımının 4 mərhələsi var. Yəni birinci mərhələ, ikinci mərhələ, üçüncü mərhələ, dördüncü mərhələ. Yadda saxlayaq ki, birinci mərhələdə əsasən yüksək doğum və yüksək ölüm özünü göstərir. Yəni bu birinci mərhələnin olduğu ərazilərdə yüksək doğum və yüksək ölüm var. Ona görə də təbii artım azdır. Niyə görə yüksək ölüm biz burada qeyd etdik? Çünki bu əsasən qəbilə formasında yaşayan insanlara aiddir. Xüsusən Yeni Qibniya adasında, Amazon ovalığında, Kongo hövzəsində yaşayan, qəbilə formasında yaşayan insanlar, belə deyək, demografik keçidin birinci mərhələsindədir. Burada doğum həddən artıq çoxdur. Lakin tibbin inkişaf etməməsi, yoluxucu xəstəliklərin çox olması burada ölümün də sayını artırır deyə, yəni təbii artım çox da yuxarı olmur. İkinci mərhələdə yadda saxlayaq ki, ölüm azalmağa başlayır. Yəni bu mərhələdə olan ölkələrdə tibb nisbətən yaxşı inkişaf edib və ölümün sayı azalır, amma yüksək artım qeydə alınır ki, bu zaman demografik partlayış baş verir. Demografik partlayış. Bu deməli ikinci mərhələdə yadda saxlayaq ki, doğum səviyyəsi yüksək, ölüm səviyyəsi az olur. Demografik partlayış baş verir. Ən çox yadda saxlayaq ki, Latın Amerikası ölkələrinin əksəriyyəti, xüsusən Haiti, Kuba, həmçinin Mərkəzi Amerikada yerləşən ölkələr, bax bu ölkələrin əksəriyyətində biz demografik partlayışı müşahidə edə bilərik. Bunlar demografik keçidin ikinci mərhələsindədir. Həmçinin Asiya ölkələri, Afrika ölkələrinin, yəni bir sıra ölkələrində bu ikinci mərhələ hələ də davam etməkdədir. Üçüncü mərhələ yadda saxlayaq ki, artıq üçüncü mərhələdə ölümün səviyyəsi əvvəlki kimi qalsa da, amma doğumun sayı kəskin şəkildə azalmağa başlayır. Ona görə də təbii artım azalmağa başlayır. Yəni bu ölkələr əsasən yavaş-yavaş sənayenin və digər sahələrin inkişaf etdiyi ölkələrdir. Yəni bu ölkələrdə artıq ölkə yavaş-yavaş inkişaf etdiyi üçün, sənaye inkişaf etdiyi üçün, qadınlar artıq istehsala daha çox cəlb olunduqları üçün bu ölkələrdə təbii artım azalmağa başlayır. Bax bu üçüncü mərhələdə, yəni biz bunları qeyd edə bilərik. Bu da əsasən Latın Amerikasının bir sıra ölkələrində, həmçinin bəzi Asiya ölkələrində biz bu üçüncü mərhələni görə bilərik. Dördüncü mərhələdə isə yadda saxlayaq ki, doğum və ölüm arasındakı səviyyə sabitləşir. Yəni doğumunda səviyyəsi çox aşağı olur, ölümün də səviyyəsi aşağı olur. Bu əsasən inkişaf etmiş ölkələr üçün yadda saxlayaq. Bu səciyyəvidir, həmçinin Şərqi Avropa ölkələri. Bax bu ölkələrdə yadda saxlayaq ki, demografik keçidin dördüncü mərhələsidir. Bu ölkələrdə həyat səviyyəsinin daha yüksək inkişaf etməsi, sənayenin, xidmət sektorlarının yüksək inkişafı, insanların iş həyatına daha yaxşı cəlb olunması, təhsilə, karyeraya daha çox vaxt ayırmaları, nicah yaşının falan aşağı olması, dini dəyərlərin azalması, çox uşaqlıq adət-ənənələrin olmaması bu ölkələrdə deməli doğumun sayını kəskin şəkildə aşağı salır. Həmçinin uzunömürlük hökm sürdüyü üçün ölüm də azdır. Ona görə təbii artım da bu ölkələrdə aşağıdır və bəzi ölkələrdə hətta mənfiyə doğru gedir, azalmağa doğru gedir. Məsələn, Rusiya, Ukrayna, Belarus, Latviya, Litva kimi ölkələri biz nümunə göstərə bilərik ki, bu ölkələrdə hətta əhalinin təbii azalmasını biz müşahidə edirik. Bəs indi gəlin görək, əhalinin sayı çox artan ölkələrdə əhali niyə görə çox artır? Yəni demografik partlayış niyə baş verir? Yadda saxlayaq ki, bu əsasən geri qalmış ölkələr üçün səciyyəvidir demografik partlayış. Bu ölkələrdə doğum sayının çox olmasının birinci səbəbi qadınların istehsala daha az cəlb olunması və qadınların əsasən evdar qadın
yəni statusunda olması. İkinci məsələ burada uşaqlara daha çox işçi qüvvəsi kimi baxılması. Yəni bu cür dövlətlər əsasən uşaqlara işçi qüvvəsi kimi baxır və ona görə bu ölkələrdə 6, 7, 10 və daha çox uşaq dünyaya gəlir ki, gələcəkdə bunlar ailələrinə kənd təsərrüfatında çünki bu ölkələrin çox çalışır və onların belə deyək də, yəni gələcəkdə bu uşaqlar ailənin iqtisadiyyatına dəstək ola bilsinlər deyə uşaq sayına çox önəm verirlər. Həm də gələcəkdə öz övladlarının himayələrində yaşayırlar deyə çox uşaqlıq üstündür. Həmçinin xüsusən İslam dininin yayıldığı ərazilərdə dinin təsiri, həmçinin çox uşaqlıq adət-ənənələrinin olması, bu kimi amillər əhalinin sayının kəskin şəkildə artmasına və demoqrafik partlayışın baş verməsinə səbəb olur. Amma qeyd etdik ki, hətta bəzi ölkələrdə, xüsusən inkişaf etmiş ölkələrdə və yaxud da Şərqi Avropa ölkələrində hətta əhalinin azalması prosesi baş verir ki, biz buna deyirik demoqrafik böhran. Demoqrafik böhran. Yəni demoqrafik böhranın da hökm sürdüyü ərazilərdə ümumiyyətlə niyə görə əhali az artır və yaxud da azalmağa doğru gedir? Birinci məsələ burada qadınların yadda saxlayaq ki, istehsala daha çox cəlb olunması, yəni daha çox iş qadınları olması, həmçinin karyeraya, təhsilə önəm vermələri, nikah yaşının çox olması, əsasən daha yaxşı həyat yaşamaq uğrunda mübarizə aparmaları və s. kimi amillər burada doğumun sayının azaldır. Həmçinin çox uşaqlıq adət-ənənələrinin olmaması, dini dəyərlərin aşağı olması və bu kimi amillər demoqrafik böhranın yaranmasına gətirib çıxardır. Əlbəttə ki, bununla bağlı dövlətlər siyasət həyata keçirir. Əhalinin sayı az artan ölkələr əhalini artırmaq üçün, əhalinin sayı isə çox artan ölkələr isə təbii ki, doğum sayını azaltmaq üçün tədbirlər görürlər ki, buna biz deyirik demoqrafik siyasət. Bəs indi gəlin görək, ölkələr, məsələn, birinci tipə aid olan ölkələr əsasən əhalinin sayını artırmağa çalışır. Məsələn, bunlar nə işlər görə bilərlər? Və yadda saxlayaq ki, birinci, müavinatların verilməsi. Xüsusən, yəni uşaqlara müavinatlar verilir, yəni uşaq pulu dediyimiz müavinatlar verilir və onların çox uşaqlı ailələrin çoxalmasına, yəni stimullaşdırmaq üçündür bu. İkinci məsələ, çox uşaqlı ailələrə və yeni evlilərə güzəştlərin edilməsi. Xüsusən mənzil problemlərinin hələ aradan qaldırması, kommunal xərclərində güzəştlərin edilməsi və s. Üçüncü məsələ, analara uzun müddətli analıq məzuniyyətinin verilməsi, ödənişli analıq məzuniyyəti. Bax, bu da doğumu artırmaq üçün görülən tədbirdir. Həmçinin tibb və təhsil müəssisələrinin ödənişsiz olması, körpələrin uşaq müəssisələrinə cəlb edilməsi və s. Bu kimi hallar əhalinin sayının artırmaq üçün görülən tədbirlərdir. Xüsusən inkişaf etmiş ölkələrdə, həmçinin Şərqi Avropa ölkələrində, Rusiya kimi ölkələrdə bu tədbir həyata keçirilir. Doğum göstəricilərinin aşağı salınması üçün isə görülən tədbirlərə biz, məsələn, aid edə bilərik ki, nikah yaşının artırılması, nikah yaşının artırılması. Bəzi ölkələrdə 22 yaş kimi limit qoyulub. Sonra müxtəlif təbliğat işləri, müxtəlif təbliğat işlərinin görülməsi, həmçinin ali təhsil müəssisələrində təhsil alanların ailə qurmasının qarşısının alınması, uşağı az olan valideynlərin iqtisadi və sosial güzəştlərinin edilməsi, az uşaqlı ailələrdə uşaqların təhsil və tibb xidmətlərinə köməklik göstərilməsi. Yəni, burada tam əksinə olaraq az uşaqlı ailələr dəstəklənir və onlara daha çox yardım göstərilir. Məsələn, bu siyasəti yürüdən ölkələrdən biz Yaponiyanı, Çini nümunə göstərə bilərik ki, bunlar demografik inqilab eləyib, yəni əhalinin təbii artımının ikinci tipindən birinci tipinə keçid ediblər. Xüsusən Çində artıq demək olar ki, əhali nəinki artım, azalmağa doğru gedir. Çünki hər ailədə bir uşaq prinsipi bu ölkədə mövcuddur. Yəni digər əhalinin uşaqların sayının artırılmasına qarşı müxtəlif tədbirlər görülür. Lakin yadda saxlayaq ki, neft ixrac edən ərəb ölkələri bu ölkələrdə təbii artımın ikinci tipi olsa da əhalini azaltmaq üçün heç bir tədbir görülmür. Əksinə əhalinin artırılması üçün tədbir görülür. Bunun da səbəbi bu ölkələrdə neftin ixracatı ilə bağlı olaraq iş yerləri çoxdur və işçi qüvvəsinə ehtiyac olduğu üçün bunlar əhalini, yəni öz yerli əhalisi hesabına artırmağa çalışırlar.